Salam, hörmətli tamaşaçılar, sabahınız xeyir olsun. Nahardan əvvəl başladı. Biz sizinlə yenə də saat 10-dan 11-ə qədər bərabər olacağıq və bugün də çalışacağıq ki, sizin üçün maraqlı veriliş təqdim eləyək. Amma verilişimiz nə qədər maraqlı olacaqsa, bunu biz hər birimiz sizli-bizli sonda bilmiş olacağıq. Buna görə də nə lazımdır? Verilişi izləmək lazımdır. Verilişdə təqdim olunan salatlardan yararlanmaq lazımdır. Nəyə görə ki, siz də ailənizlə, ailənizin üzvlərinə nahardan əvvəl və yaxud da ki, şam yeməyi zamanı hazırlaya bilərsiniz və bir-birindən rəngbərəng, çeşidli salatları təqdim eləyə bilərsiniz ailə üzvlərinizə, sevdiyiniz insanlara. Biz də siz, hörmətli tamaşaçıları sevirik. Ona görə sevirik ki, bizi tək qoymursunuz, bizimlə daim bərabər olursunuz və mövzumuza imkan düşdükcə münasibət bildirirsiniz. Elə mövzudan danışmışkən, bugün yenə də istəyirəm ki, mövzumu siz, hörmətli tamaşaçıların ixtiyarına verim. Bugün nədən danışırıq? Danışırıq görək, evi nə yıxar? Sizin də suala cavabınız varsa 510-38-06 sayılı telefonumuza mütləq zəng vurun. Və bizim mətbəximizdə bugün əl işlərini kim sərgiləyəcək? Siz tamaşaçılarımız üçün çoxdan da üzünü görmədiyimiz, darıxdığımız Təranə xanım nəhayət ki, gəlib çıxıb və Təranə xanım Uğur restoranının baş aşbazlıdır. Xoş gəlmişsiniz Təranə xanım. Xoş gördük Səidə xanım. Sizi və tamaşaçıları salamlayıram. Yenidən sizinlə bir arada olmaq mənim üçün çox xoşdur. Və Uğur restoranı adından sizlərə yeni açılmış Masazırda Uğur restoranı adından sizləri və tamaşaçıları salamlayıram və təşəkkürümü bildirirəm. Çox sağ olun ki, siz sağ olun ki, gəldiniz. Bəli, siz də sağ olun ki, gəldiniz və hörmətli tamaşaçılar bugün Arzu xanım, yenə də Arzu xanım. Arzu xanım, sizi də buradan salamlayırıq. Mən də salamlarımı göndərirəm Təranə xanım da sizi salamlayıb. Və Təranə xanım, bugün biz nə hazırlayacağıq tamaşaçılarımıza? Gəlin, əvvəlcə qısaca anons edək. Bugünləri 4 çeşiddə salat hazırlayacağam. Demək, biri təzə kələm salatıdır, qızıl balıq salatıdır, abşeron salatıdır və cənnət salatı. 4 cür salat hazırlayacaqsınız. 4 cür salat hazırlayacağam. Ay maşallah, qoçaq olmaq belədir də. Bəli, birinci kələm salatından başlayıram. Təzə kələm belə nazik samanvarı doğranır. Toyuğun döş ətim qaynadıb, demək ki, belə nazik samanvarı doğrayıb əlavə edirik. İndi kök doğrayıb əlavə edəcəm və demək ki, göbələk. Təzə göbələyi qızartmışam yağda, bunu əlavə eləyəcəm bura və qaymaqla, smetanla, yəni ki, xama ilə. Hörmətli tamaşaçılar, göbələk yəni çox nəzik doğranıb, yəni təbii ki, bizim operatorumuz da onu göstərsə. Bəli, yarım halqa formasında doğranır və yağda qızardılır. Yağda qızardılır, təzə göbələk. Və indi bura kök doğrayıb əlavə edəcəm. Bunu, yəni belə deyək də, diyeta saxlayan insanlar, mədə bağırsağında problem olan insanlar da yeyə bilər. Nəyə görə? Çünki kələm çox xeyirlidir və uşaqlar üçün də tövsiyə olunur ki, kələmdən çox tez-tez istifadə eləsinlər. Çünki tərkibində bol vitaminlər var, insan orqanizmi üçün xeyirli. Hər nə desən, ümumiyyətlə belə deyək də, Azərbaycanın təbii sərvətlərində var, kənd təsərrüfatımızda var. Odur ki, konservləşdirilmiş heç nəyə qaçmayın, yarım fabrikatlara qaçmayın. Təzə meyvələr var hal-hazırda, belə deyək də, mövsüm meyvələri alın, siz də hər biriniz istifadə eləyin. Və beləliklə, hörmətli tamaşaçılar, bilirsiniz ki, bizim mətbəximiz aşbazı olmaqla yanaşı, həm də ki, sənətçiləri də hər zaman olur. Nəyə görə? Çünki sizin üçün gözəl musiqilərini təqdim eləməyi istəyən bizim sənətçilərimiz olur. Bugün də mən sizə böyük məmnuniyyətlə Səfiyar Talıbovu təqdim eləmək istəyirəm. Əgər xatırlayırsınızsa, haradasa təqribi neçə həftə bundan əvvəl olar Səfiyar müəllim? 1-2 həftə olar. 2 həftə bundan əvvəl olmuşdu Səfiyar müəllim bizim qonağımız. Verilişdən sonra özü deyir ki, həddindən artıq çoxlu zənglər gəlib. Səidə xanım, sizin verilişinizi çox insanlar belə deyək, izləyir və bizdən də xahiş elədilər. Biz də növbət dəfə Səfiyar müəllimi dəvət elədik. Xoş gəlmişsiniz sizdən. Çox sağ olun, çox sağ olun. Mən də öz adımdan bütün lider rəhbərliyin başda olmaq şərti ilə siz bütün kollektivlər hamısını buradan salamlayıram. Çox sağ olun. Çox gözəl mənə bu veriliş çox gözəl təsir bağışlayıb. 2 həftədən bir gəldiyinizə görə hiss olunur ki, yaxşı təsir bağışlayıb. Və ifanızı eşidək Səfiyar müəllim. Ondan sonra söhbətimizi davam etdirəcəyik. Buyurun.
Səfyar müəllim soruşur ki, nə üçün gəlməz, nə üçün gəlməz? Gəlmir, niyə gəlmir? Gəlir, deyir, gəlir. İlham təbim də gəlir, o da gəlir, hamı gəlir. Bizim zəngimiz də gəlib. Gəlin, qəbul eləyək. Lənkərandan bizim daimi tamaşaçımız olacaq 100%. Çünki Lənkərandan adətən o müəllim bizə zəng vurur, amma adını unutdum nədənsə. Sabahınız xeyir olsun. Alo. Alo. Tamaşaçımız xəttədir, amma mənim səsimə səs vermir. Görəsən niyə maraqlıdır? Alo. Tamaşaçımızın nəsə xoşuna gəlmədi mənim ola bilsin, alo söyləməyim. Amma deyirəm ki, mən sizin hər birinizi sevirəm, ürəkdən sizin hər birinizə alo deyirəm, səsinizi eşitmək istəyirəm. 510-3806 sayılı telefonumuzu yığın, biz canlı efirdəyik və sizə belə bir sual ünvanlamışıq. Görək evi nə yıxar? Təranə xanım, istəyirəm bir daha salatımızı xatırladaq, zəhmət olmasa. Salatımız təzə kələm salatıdır. Demək, bura əlavə elədim təzə kələm, göbələk, təzə göbələyi qovurdum yağda əlavə elədim. Demək, təzə xiyar əlavə elədim və kök əlavə elədim bura. İndi də cəfəri və şüyüd doğrayıb əlavə edəcəm. Və bunu mayonezlə qarışdırdınız? Yox, xama ilə. Xama ilə qarışdırdım. Deyirəm axı ki, xama iyi gəlir. İstədim soruşum, sonra adətən siz çünki bu salafanlarda mayonezdən istifadə edirsiniz. Ona görə soruşmadım ki, yəqin ki, mayonez. Xama ilə daha qəşəng olacaq, 100%. 100% qəşəng olacaq. İndi də cəfəri və şüyüd xırda doğrayıb əlavə edəcəm. Salatımız lap gözəl. Tamaşaçımız var telefon xəttində. Yenə həmin tamaşaçımızdır. Özdə mobil telefondan zəng vurub, vaxt itirmədən qəbul edeyim. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Hadiyeniz şehir olsun. Çox sağ olun. Gözəl olsun əhvalınız. Nə qəşəngdir sualınız. Allah sizi var eləsin. Sağ olun. Şehirləri artıq əzbərləmişik hamısını. Xəbəriniz var ondan. Hoş gördük sizləri. Adınız nədir sizin? Adım Hidayətdir. Hidayət müəllim, necə əhval ruhiyyəniz? Necə əhval ruhiyyəniz? Keyfiniz, halınız? Çox sağ olun. Allah sizi var eləsin. Lənkəranda necədir havalar? Şükür Allah, şükür Allah. Yaxşı olasınız. Mövzuya münasibət bildirin, zəhmət olmasa. Baş üstə, qonağınızı da salamlayıram. Və sadalı mənim başıma olsun, gün olsun ki, onun yanında mən oturum. Siz də gitara ilə gələcəksiniz? Xeyr, mən şəhərlərimlə gələcəm. Siz şəhərlərinizlə. Demişəm, Nuranə xanımdan xahiş eləmişəm. Sizi mütləq çağıracaq səhər çağına. Çünki bizim verilişə qonaq gəlsəniz, mütləq həm də biz sizi oxutturacaq, amma sizin səsiniz yoxdur. Ona görə Nuranə xanım yaxşıdır, şairlərlə elə gözəl danışır ki. Nətər məsləhətdirsə. Buyurun, eşidək. Xanım, dedikodu yıxacaq. Dedikodu yıxacaq. Bəli, ataların misalı var, evin sirri, görün sirri. Biz belə eşitmişik. Bəli. Siz ailənizi necə saxlaya bilirsiniz? Neçə ildir qoruyub saxlamışsınız ailənizi? 123 il mənim bacım, üzr istəyirəm. Dünən 23 il tamam oldu bizim ailə həyatımızın qoruması. Bəli. Amma səsiniz nəysə... Evin sirri belə evdə qalıb, indiyə kimi. Hidayət müəllim, neçə yaşınız var? 47 yaşım var. Ay maşallah, ay maşallah. Allah ömür versin sizə. Təşəkkür eləm zəng elədiyinizə görə. Təşəkkür eləm. Amma deyirsən sizə yaxşı qulluq eləmirlər. Səsiniz elə bir ki, yaşlı insanın səsidir. Həyat yoldaşınıza buradan səslənirəm ki, şairin vaxtında qulluğunda dursunlar. Necə deyərlər? Yeməyini versin, suyunu versin və qələmi də hər zaman yanında olsun. Çünki Lider televiziyasında bizim verilişimizdə də çox gözəl şeirlər yazır bizim Hidayət müəllim. Siz necə razısınız? Ay bizim hörmətli Səfyar müəllim deyir, dedikodu yıxar ailəni. Bəli, tam mən də o sözlə razıyam, ev dedikodu yoxar. Dedikodu nəyə lazımdır? Həmişə belə sülh olsun. Böyrdən başdan deyilir dedikodular, evi də yıxar. Sizin neçə ildir ailəniz mövcuddur Səfyar müəllim? Mən neçə deyəndə... Bir təqribi bir 30-dur, 40-dır. Xeyr, elə mən yəni... Elə yaşlı deyiləm mən, nədir dünən evlənmişəm? Arası 27 ildir. 27 ildir, hə. Hər halda bizim tamaşaçımızdan daha çox təcrübəniz var da sizin. Yəni, hər şey yaxşı gedib bu 27 ildə, yoxsa söz-söhbət də olub, bilmirəm, boşanmaya qədər də gelib çıxmışsınız, sonra fikrinizi dəyişmişsiniz. Yəni, bir çox belə ailələr var da, görürsünüz, gedirlər, amma məkana çatanda artıq fikirlərini dəyişirlər ki, nəysə, nəhlət şeytana. Bəli, xeyr, bizdə elə ki, əmələ gəlməyib, o elə ki, o sözə, o
vəziyyətə salmamışıq ki, gəlsin, çıxsın ki, o dərəcəyə çıxsın. Heç inanmıram da ki, sizin həyat yoldaşınız təbii ki, və yaxud da ki, yaxın ətrafınız o vəziyyətə gətirib çıxardı. Çünki o qədər təmkinlisiniz, o qədər sakit. İndi bilmirəm, bu efrin həyəcanıdır, yoxsa həyatda da siz beləsiniz. Amma ki, yəni doğrudan çox sakit. Bütün sözündə qurban olun başına dönüm var bizim Səfyar müəllimin. Yəni Allah ömrünüzü uzun eləsin. Və istəyirəm ki, Təranə xanım, siz də mövzumuza belə deyək, münasibətinizi bildirəsiniz, ondan sonra biz reklamlara keçid alacağıq. Əlbəttə ki, mən də deyilənlərlə razıyam. Dedikodudur, qısqanclıqdır, oradan-buradan söz gəzdirməkdir. Belə şeylər əlbəttə ki, ailəni dağıdır. Bəli. Sonra bir qədər detallı da toxunarıq və mən bu arada təbii ki, böyük məmnuniyyətlə sizə bizim mətbəximizi hər zaman bəzəyən Atlant soyuducuları haqqında məlumat vermək istəyirəm. Hörmətli tamaşaçılar, Atlant soyuducuları Nofroz seriyalıdır. Aşağı enerji sərfi ilə işləyir, qənaətçil rejimdə çalışır. Odur ki, siz heç düşünmədən telefon nömrələrini görürsünüz, zəng vurun, əlaqə saxlayın və Atlant soyuducusundan öz eviniz üçün sifariş edin və yaxud da ki, elə gedib məkanında siz Atlant soyuducusunu özünüz ala bilərsiniz. Nəzərinizə çatdırım ki, Atlant soyuducuları digər soyuduculardan fərqlənir və fərqlənmə xüsusiyyəti nədir? Atlant soyuducuları çox genişdir, amma buna baxmayaraq sizin üçün münasib şərtlərlə təklif olunur. Görürsünüz, nə gözəl əl çəkən maşın var, ütü var bizim mətbəximizdə. Nəzərinizə çatdırım ki, Atlant əməkdaşları gözəl bir kampaniyaya start veriblər. Əgər bir Atlant soyuducusu alacaqsınızsa, gördüyünüz əl çəkən maşını sizə hədiyyə verəcəklər. Əgər bir Atlant paltar yuyanı alırsınızsa, o zaman qəşəng bir ütünü qazanmış olursunuz. Əgər siz istəyirsinizsə ki, hədiyyələriniz daha pahalı olsun, o zaman bir ədəd paltar yuyan, bir ədəd soyuducu alın və əvəzində bu gözəl tostoranı hədiyyə olaraq qazanın. Bir daha nəzərinizə çatdırıram ki, Atlant soyuducularından möhtəşəm kampaniya yeni ilə qədər davam edir. Mütləq gedin, yeni il qabağı alış-verişinizi eləyin, ondan sonra rahat və gözəl bir şəkildə bayram təmizliyinə başlayın. Təşəkkür Atlant əməkdaşlarına və qısaca reklamlara keçid alırıq.
Qəlbim, eşqim, yar yenə də səndədir. Ay Səfiyyə müəllim, siz ifa eləyəndə mən burada özüm üçün zümzümə eləyirdim. Siz özünüz də heç zümzümə eləyə-eləyə ifa elədiyiniz vaxtlar olur? Ürəyimdən o Ürəyinizdə yox, bax belə sözlə, dillə. Sözlə, ürəyimdə mən öz barmağımla elə ki, ürəyimlə. Ürəyinizdə zümzümə eləyirsiniz. Tamaşaçımız var telefon xəttində, qəbul eləyək, görək kimdir? Alo, sabahınız xeyir olsun. Kiminlə danışırıq? Qonağınızı da salamlayıram, xanım. Sabahınız xeyir. Məncə, sizin sualınıza cavabım olar ki, evi nə yıxar? Evi o yıxar ki, yoldaşı ilə, xanımla bəyin bir-birini anlamaması. Aha, kimlə danışırıq biz xanım? Adınızı deyin, zəhmət olmaz. Adım Nigar xanımdır. Aha, buyurun Nigar xanım. Mən 17 yaşında ailə həyatı qurmuşam. Özümdən 16 yaş böyük bir insanla, 33 yaşında bir insanla. Aha. 17 yaşında. 5 ildə ailəliyəm, evladım da yoxdur. Aha. Amma yoldaşımla bir-birimizi elə anlayırıq ki, elə yola gedirik ki, bu 5 ildə Allaha şükür evimizdə nə bir söz-söhbət olub, nə bir dava olub, heç bir şey olmayıb. Yəni, məncə evdə əsas odur ki, bəylə yola getməyin. Çünki qaynana düzdür, qaynana səbirsiz olur, istənir. Qaynananı yola verirsən yoldaşına görə. Siz bir yerdə yaşayırsınız qaynananızla? Bəli, bəli, 5 ildir. Aha. 5 ildir. Özü yaşlı bir xanımdır qaynanam, 77 yaşı var. Ay maşallah, Allah uzun ömür versin. Elə qaynananız da onda anlayışlı xanımdır ki, bir yerdə bir-birinizi anlayırsınız və yola gedirsiniz. Bəli, birimiz od olanda, məsələn, birimiz su oluruq. Mən məsələn balacayam, 21 yaşım var indi. Qaynanamın 77 yaşı var. Elə olur həsəbləşir, hissənir. Siz onun nəvəsi yerindəsiz də haradasa. Ona görə təbii ki, güzəştə siz getməlisiniz. Bəli, sözsüz ki, əlbət ki, mən getməliyəm güzəşdə. Təşəkkür edirəm. İnşallah gələn dəfə bu vaxtı zəng vuranda deyəsiniz ki, bizim artıq bir gözəl balamız dünyaya gələcək və bu sevinci sizə yaşamağı arzu eləyirəm. Yəni, yenə deyirəm, Allahın qisməti hər şey yaxşı olacaq. Təşəkkür eləyirəm. Maşallah, maşallah. Görürsünüz, 21 yaşlı bir xanımdır, amma 77 yaşlı qaynanasına da qulluq eləyir. Özündən 16 yaşlı böyük həyat yoldaşına da qulluq eləyir. Amma inanın ki, 35-40 yaşında ailə quranlar var ki, gedib 6 ay o ailədə baş çıxarda bilmir. Ən bəlalısı budur. Hərdən biz deyirik ki, uşaq ərə veririk. Biz uşaqları, bilmirəm, 16 yaşında kənd yerlərində mövcuddur da. İndi 16 yaşında, 14 yaşında ərə veririk və gedib baş çıxarda bilmirlər. Amma ki, doğrudan da ağıllı düşünən insan var ki, artıq o 15-16 yaşından da hər şeyi öz yoluna qoya bilir. Və istəyirəm ki, Təranə xanım, siz bizim ikinci salatımız haqqında tamaşaçılara məlumat verəsiniz. Çox gözəl, qəşəng bir çuğundurlu salatımız oldu. Qıpqırmızı oldu salatımız. Qəşəng görünüşü var və çuğundurlarla da bir dekor verdi ona Təranə xanım. Cənnət salatı adlanır. Toyuq sinəsi, demək, samanvarı doğrandı. Təzə xiyar, kök, samanvarı doğrandı. Göy soğan əlavə elədim və göy soğan, təzə soğan demək ki, doğrayıb əlavə elədim və mayonez vurdum. Belə bir salatımız hazırdır. Deməli, xiyar, çuğundur, kök, göy soğan və salam. Kütləmiz elə bir də ki, toyuğun döşəti. Bəli, toyuğun döşəti. İndi üçüncü salatımız da olacaq, demək ki, abşeron salatı. Təranə xanım, üzr istəyirəm, o mayonezlə qarışdırdıq. Bəli, mayonezlə qarışdırdıq. Amma az vurmuşuq. Az vurmuşuq, bəli. Çox olmasın. Üzərində bəzəyə bilərik belə mayonezlə. Üçüncü salatımız nə olacaq? Üçüncü salatımız olacaq abşeron salatı. Demək, abşeron salatına gedir təzə xiyar, kök gedir, yenə toyuğun sinəsi gedir və mayonez, kahı. Lap yaxşı. Yeni il qabağı... Pomidor. Pomidor da əlavə edəcək. Yeni il qabağı bizə qəşəng, həm bizə, həm tamaşaçılarımıza qəşəng belə ekskluziv reseptlər verərsiniz. İnşallah veririk. Həm də ki, masanı necə bəzəsinlər. Çünki yeni il qabağı insan istəyir ki, elə hər şey fərqli olsun da. Çalışarıq, burada yeməklər də hazırlayaq. Lap gözəl. Mən hörmətli tamaşaçılar, bir daha nəzərinizə çatdıram ki, verilişimiz canlıdır. 510-38-06 sayılı telefon vasitəsilə siz bizimlə əlaqə saxlaya bilərsiniz. Və istəyirəm ki, Təranə xanım, mövzumuzu bir qədər belə geniş müzakirə eləyək sizlə, əgər mümkündürsə. Çünki siz də uzun illərdə ailəli xanımsınız, çox gözəl ailəniz var. Həyat yoldaşınızı buradan salamlayıram, övladınızı salamlayıram. Ümumiyyətlə, yəni qorumaq çətin olmur ki, ailəni. Siz qaynanalı evə gəlmişdiniz, yoxsa yox? Bəli, qaynanalı evdəydim, amma ki, ayrıca evimiz var idi. Mən də qulluq eləmişəm qaynanama, qaynatama. Allah ölənlər rəhmət eləsin, hər ikisinin də dünyasını dəyişib, rəhmət eləsin deyirəm.
28 ildir, demək olar ki, tamam deyil, 28 ilə girmişik ailəyik. 26 yaşında oğlum, 27-yə girib, 27 yaşında oğlum var. Allah hamının bugün sabah siz də gəlin gətirəcəksiniz. Bəli, gəlin gətirəcəm inşallah. Qaynana olacam mən də. Amma siz məncə yaxşı qaynana olacaqsınız. İnşallah, çünki inşallah. Çünki çox müasir qadınsınız özünüzdə. Mənə elə gəlir ki, siz də hər şeyi belə söz eləməzsiniz. Yox, heç vaxt. Niyə çox yatırsan, niyə vaxtında hazır deyil. Oğluma necə qulluq eləmişəmsə, gəlinimə də elə qulluq eləyəcəm inşallah. Allah qismət eləsin. Amma tələsmir də evlənməyə. Deyir, biraz gözlə. Mən tələsirəm. Amma artıq neçə? 28 yaş var, 27. Yox, 26-nı təzə tamam eləyib, 27-nin içindədir. 27-yə keçib. Və sizdə belə deyək də, bu ailəni qorumaq üçün yenə bayaq sual verdim ki, o problemlər, çətinliklər olmadı ki, çünki adətən başqa ailəyə düşəndə bir qədər çətin olur. Gənclikdə əlbəttə ki, var idi. Gənc yaşlarımızda əlbəttə ki, problemi var idi, qısqanclıq idi, evdə bir balaca söz-söhbət olurdu. İndi təbii ki, bir yerdə işləyirik, bu söz-söhbətlə yığışıb, hər şey normasında gedir. Bir-birinizi görməkdən bezmirsiniz? Yox, bezmirik. İşdə iş yoldaşıyıq, evdə həyat yoldaşı. Çox gözəl. Səfiyar müəllim, çox gözəl bir musiqi ifa elədiniz. Bunu bizim çox görkəmli sənətkarımız Rəmiş də ifa eləyib. Rəmiş adətən deyir ki, mənə bəy, filan, müəllim deməyin. Mən Rəmişəm, Rəmiş deyil. Buradan salamlayırıq biz təbii ki, böyük sənətkarımız da çox gözəl ifa eləmişdir. Sizin də ifanız da yaxşı alındı. Bilirəm, siz ifa eləyə-eləyə Təranə xanım burada başını yelləyirdi ki, bəh, nə gözəl ifa eləyir. Ümumiyyətlə, yeni mahnılar lentə aldırmışsınız, yazdırmışsınız yeni mahnılar, yoxsa necədir vəziyyət sizdə, yaradıcılıq baxımından? Yaradıcılıq baxımından yeni... Deyirəm, mövzu haqqında danışmırsınız, bəlkə yaradıcılığınızdan danışarsınız. Bəli, məşğulam, təzə mahnılar yazmışam. Allah qoysa tez-tez çıxacam efirlərə, özünüz də görərsiniz. Hörmətli tamaşaçılar, 2 həftədən bir Səfiyar müəllim buradadır. Bax, bilin, 2 həftədən bir. Mahnıları ümumiyyətlə seçəndə necə seçirsiniz? Kimsə sizə tutaq ki, təklif edir ki, və yaxud məsləhət görür ki, ay Səfiyar, bu mahnı səndə ifa qəşəng alınar. Yoxsa... Yox, özüm seçirəm ki, ürəyimə yatan olsun. Bəli, ürəyimə yatan olsunlar. Çox gözəl. Və bu arada mən bir daha bizim Atlan soyuducuları haqqında hörmətli tamaşaçılarımıza məlumat vermək istəyirəm. Atlan soyuducuları Nofro serialda aşağı enerji sərfi ilə işləyir. Hörmətli tamaşaçılar, digər soyuducularından Atlan soyuducuları eni və uzunluğuna görə, içərisinin genişliyinə görə çox fərqlənir. Amma siz soyuducuların böyüklüyünə baxmayın və aldanmayın. Məsələ orasındadır ki, bu Atlan soyuducuları sizin cibiniz üçün münasib qiymətlərlə təklif olunur. Əlaqə telefonlarını görürsünüz, mütləq əlaqə saxlayın və siz də öz evinizdə yeni il qabağı bir Atlan soyuducusu yerləşdirmiş olun və nəzərinizə çatdırım ki, Atlant əməkdaşları çox gözəl bir kampaniyaya start veriblər. Yeni il qabağı siz Atlan soyuducusu alacaqsınızsa gözəl bir əş çəkən maşın əldə edəcəksiniz. Paltaryanınız yoxdursa Atlantdan bir paltaryan alın və əvəzində bir ütü də qazanmış olun. Əgər siz paltaryan və soyuducu alacaqsınızsa, o zaman hər birimizin dadımıza yetişən Tostoran sizə hədiyyə olaraq veriləcək. Nə istəyirsiniz? Biri üçün cəmi pulu ödəyirsiniz və üzərində çox gözəl hədiyyələr qazanmış olursunuz. Məncə fürsəti qaçırmayın, çünki yeni ilə sayılı günlər qalır. Mütləq gedin. Energolux mağazalar şəbəkəsində Atlan soyuducularının paltaryanları əldə eləyin. Qısaca reklamlardan sonra yenə buradayıq. Bu il yeni il hədiyyələrini Atlant soyuduculardan tapacaqsınız. Soyuducu alana ət çəkən maşın hədiyyə. Yeni il hədiyyəsini qazanmaq sizin əlinizdədir. Paltar yon alana ütü hədiyyə. Birini alana Şaxta Baba ikincisini hədiyyə versin. Soyuducu və paltar yon alana toz soğuran hədiyyə. Energolux bu il evinizə şimal hədiyyəsi gətirəcək. Bərabərliyimiz davam edir, hörmətli tamaşaçılar. Verilişimizin sonuna sayılı dəqiqələr qalıb. Odur ki, fürsətdən istifadə edib mən sizin Səhətin studiyasına bağlanmaq istəyirəm. Çünki Lalə xanım, gözəl aparıcımız artıq studiyadadır. Məni gözləyir. Mən də böyük məmnuniyyətlə ona sabahın xeyir olsun demək istəyirəm. Sabahın xeyir Lalə. Sabahın xeyir olsun Səidə. Səni görməyimə çox şadım. Sənin qonaqlarını da salamlayıram və bütün bizə baxan tamaşaçıları. Hər vaxtınız xeyirli olsun mənim əzizlərim. Sizə xoş bir gün arzu edirəm və hər zaman olduğu
olduğu kimi səhər saat 11-də sizin səyahət verilişinə baxmağa hər birinizi dəvət edirəm. Birinci qonağımız Türkiyədən dəvət olunmuş, tanınmış plastik cərrah Həyat Akbaş olacaq. Hər birinizi ekran qarşısına dəvət edirəm və ikinci qonağımız isə həkim terapevt olacaq. Mövzumuz isə qəbizlik olacaq mənim əzlərim. Bax belə. Təşəkkür edirəm və yenə də deyirəm ki, aktual mövzulardır və qısaca istəyirəm ki, bugünkü mövzumuza sən də cavab verəsən həmişə olduğu kimi. Səncə evi nə yıxar? Evi? Mən deyərdim ki, pis dillər, qeybətlər. Mənim üçün əsas önəmli bulardır. Odur ki, bütün insanlara tövsiyə edərdim ki, pis dillərdən, qeybətdən uzaq olasınız. Təşəkkür edirəm. Biz bunu arzu edirik, amma o pisliyi eləyən daha da pisliyini artırır. Sanki yəni bilməm, bu bunun həyat tərzidir. Ona görə eləyək, pisliyi eləyə gedir. Əlbəttə. Ümumiyyətlə, hər bir pislik iki başda olur. Kiməsə pislik edirsən, o pislik nə vaxtsa, ən əsasda sən gözləməyən vaxtı hələ özünə qayıdacaq. Təşəkkür edirəm. Hər birimiz ancaq və ancaq yaxşılıq etməliyik. Sağ olasın, minnətdarım. Uğurlar arzuluyuram sənə, hörmətli tamaşaçılar. Lider televiziyasının kanalı dəyişmirsiniz və nahardan əvvəl bitən kimi mütləq sizin səhhəti izləyirsiniz. Və Təranə xanım, istəyirəm ki, 4-cü salatımız haqqında məlumat verək tamaşaçılarımıza. 4-cü salatımız qızıl balıq salatıdır. Demək, kartof boşqabın altdan mayonez, birinci qatdan mayonez vururuq, sonra kartof sürtkəcdən keçirdirik, üstünə turşu xiyar sürtkəcdən keçirdirik, duz üstü ot vurdum və qızıl balığı əlavə elədim. Yenə təkrarlanacaq. Biraz indi keşniş doğrayıb əlavə eləyəcəm. Yenə də təkrarlanacaq ikinci dəfə. Səidə xanım, istərdim ki, buradan yeni açılmış Uğur restoranı haqqında biraz məlumat verim. Masazırda yerləşir. Buyurun, gəlin, təzə yerdir, şadlıq saraydır. Buradan öz salamlarımı... Və Təranə xanım da orada işləyir. Əsas məsələ özəl işlərini sizə baş aşpazı mənə təqdim eləyəcək. Buyurun, gözəl yeməklərimizə, gözəl salatlarımıza, kebablarımıza buyurun, gəlin. Sizləri gözləyirik. Buradan da Cavid müəllimə və Hafiz müəllimə salamlarımı biz də salamlarımızı çatdırırıq. Çox sağ ol deyirik. Bəli, şərait yaratdılar ki, siz studiyamıza çıxdınız. Bəli. Və hörmətli tamaşaçılar, gördüyünüz kimi birinci qatdan kartofu əlavə eləyirik biz. Sonra üzərində mayonez qarışdırırıq kartofa. Yoxsa birinci kartofu duz vurdum və turşu xiyar sürtkəcdən keçirtdim və balığı düzdüm. Nəzi-nəzidə mayonezdən belə deyək də. Çünki sizdə belə xüsusi belə deyək ki, salafan kloklardan, torbalardan istifadə edirsiniz. Bəli, ona görə də çox qəşəng alınır. Və neçə qat olacaq bu Təranə xanım? İndi 2 qat olar yəqin ki, balığımız çatmış. Balıq sevənlər, balıq mövsümüdür. Yeyin, qəşəng-qəşəng istədiyiniz cür salatlar hazırlayın. Çünki dünənlərimdə bizim Məzahir Usta burada 2 cür salatdan 3 cür daha doğrusu balıq hazırladı və çox dadlı idi. Hər birinin özünə məxsus dadı var idi. Və bizim hörmətli Səfiyar müəllim, ümumiyyətlə balıqla aranız necədir? Balıqla çox gözəl, balıq daha çox yeyəndə nəyə üstünlük verirsiniz? Elə çox balıq xoşlayıram. Bir də mənə o maraqlı cənnət salatı olub. Cənnət salatı? Cənnət salatı, çığındırla. Bəli, çığındırla. Bəlkə gələsiniz bizim mətbəximizdə dadına baxasınız. Biz təklif eləyək də sizin üçün. Gəlin, siz burada, Təranə xanım burada. Biz təklif eləyək sizə. Buyurun, dadına baxın. Bəli, siz də dadına baxın, zəhmət olmasa. Təranə xanım, siz məlumat verin, zəhmət olmasa, biz vaxt itirməyək, tamaşaçılarımız üçün bir daha xatırladaq. Çuğundur, təzə xiyar, bir də ki kök, samanvarı doğrandı, toyuq samanvarı doğrandı, ora əlavə elədim, demək, şüd, göy soğan, xırda doğrayıb əlavə elədim və mayonezlə qarışdırdım. Mənə maraqlıdır ki, bu 4 cür salatın içərisində niyə məhz cənnət salatı xoşuna gəldi Səfiyar müəllimin? Adı qəşəng idi. Elə adı da gözəldir. Xanımın əl baxımda görək. İndi az keçin, əyləşin, istəyirsiniz dadına baxın. Mən bu arada təbii ki, təşəkkürlərimi bildirəcəm. Yenə də bizim Atlant soyuducularına, bizimlə bərabər olan Atlant əməkdaşlarına, hörmətli tamaşaçılar, Atlantdan çox gözəl bir kampaniya başlayıb yeni il qabağı. Siz gedin, bir ədəd Atlant soyuducu salın üzərində çox gözəl bir əş çəkən maşın hədiyyə olaraq qazanın. Əgər Atlant paltaryanı alırsınızsa, sizə çox rahat və belə deyək də, sərfəli şərflərlə işləyən ütü hədiyyə olunacaq. Əgər siz həm Atlant soyuducusu paltaryanı alacaqsınızsa, o zaman gözəl bir tostoranı qazanmış olacaqsınız. Yenə də deyirəm, nə istəyirsiniz?
bir, belə deyək də, məişət avadanlığının pulunu ödəyirsiniz, əvəzində ikinci birini bonus şəklində alırsınız. Mən sizə təşəkkür eləmək istəyirəm, Təranə xanım. Dəvətimizi qəbul elədiniz, gəldiniz. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Lider kanalının rəhbərliyinə təşəkkürümü bildirirəm. Aygün xanıma təşəkkürümü bildirirəm. Hamınız çox sağ olun ki, bizləri sayıb çağırırsınız. Siz sağ olun və sizə təşəkkür edirəm. Necə Çox çox gözəl, çox elə adı kimi özü də. Verilişdən sonra yeyərsiniz, daha belə ürəkdən yeyərsiniz. Və mən sonda təbii ki, bugünkü saç düzülmə görə təşəkkür eləmək istəyirəm İlahə xanıma. 436 44 40 əlaqə nömrəsidir. Zəng vurun, əlaqə saxlayın və gedin, gözəl olun. Hər zaman mənimlə bərabər olan Kasaba Qadın Geyimləri mağazasına istədiyiniz növ paltarları, Türkiyədən gətirilən çox keyfiyyətli geyimləri Kasabadan əldə edin, hörmətli tamaşaçılar ki, gözəl olasınız. Ayrılıram sizdən sabah. İnşallah yenə də burada olacağıq. Salamat qalın.